dostlar, yeni PUBG videosu çəkirəm. Ayda. Salam dostlar, bu günləri yeni video çəkirəm. Rəqi səsmə bayaq oyundan çıxmışdım. Yəni video alınmadı üçün. Dostlar, axırıncı xalıdı onun. Tava oynayırıq. Bunu bilirəm. Sonuncu xalıdı. Kəllədən vurdum. Son xalıda cüzə oynamaq çalışıram əlimdən gəldiyi qədər. Attığım tutuya görürsünüz. Tavada zayıf olduğumu düşünürdüm mən. Tavada drop atabilen var. İmkansız gibi bir şey de demiyorlar tavada drop shot. Ve oyunu uduzdum. Bundan evvel videoyu çekmeye çalıştık, sadece biraz hızlandırabilmedik. Dostumun birisi de yatır. Onu da qəbul eləyək. Səsimi açacağım, sizə səsim gəlməyəcək. Ok. Dostlar, indi getdi odanı hazırlamağa. Dedi ben bu sefer VS'de olmayacağım. Yani VS atacaklar ikisi. Elə bildim UC ilə satılır. Bunu alım mı? Ya bu shortik alım yoksa pul yığım bunu mu alım? Bir de göz setimle bunu diyorum necə olur. Yəni şalvarımla zaten bu yaxşıdır. Bunu alırım. Yoksa paltar seçimi belə. Bu mu yaxşı olar? Məncə bu. Bunu 270 UC'ye kim alar? Alanınız var mı? Məncə yoxdur. 270 UC'm olsa mənim. Məncə bəlkə şansıma maskeranı çıxardıram. Hə, məsələn yəni. Seyahətlər. Niyə gəlmədi? İndi mənim səsim bağlıdır deyəsən 3 video üçün. Hemen indi odadan çıxdım. Bu kimdir mənim dostluğumda var Etanix 1.
Kimler bu hərəkədə aldı, baxın. O tez basanda belə olur. Bir de kimlerde bu hərəkət var. Bu hərəkət hamıda var bence. Buradan almak olur. Nəsə, ayda bunu ala bilmirəm də. Çaşıb şey oldu. Ad neydi onun? VS'den içine vermeyip. Hadi Vova gelip ne yiyeceğim? Ben Vova zaten elə də girmirəm. Hə, indi burada verib. Bu yıldız taşına mən niyə verir? Heç nəyim yoxdur. Onunla baxın, bu sözün sarı bandı rəngçilir də. O da adamlar neynəsin? Messi yatmamışdı. Nasıl? Hə, qəbiliyim də. Desəm mən... Hə, başladıq. Mən izləyici modundayım desəm. Çünki 2 nəfərlik qoşanda belə olur. Mən izləyici modundayam. Mən indi deyəsən onların səsini dəyişdirəcəyəmmi, bilmirəm də. Nə? Dəyişdir. Hə, belə. Etanix bu. Bu mənim M24'də zəif udduğum dostumdur. Yəni M24'də zəif oynuyor, zəif dostum deyəndə zəif oynuyor da biraz. Bu neçə dəfə öldürüb? 0 dəfə öldürüb. Yəni bu qalsın nə? Flozer dostum. Bunu mən VS'de uzmuştum. O. Görə hansı daha yaxşı oynayacaq? Hə, belə. Bunu axtarırdım ben. Bir təhər cəzəməyə basa bilmədim. Bunun altını maraqlardım. Sudur. Burada bu qara şeyi görürsünüz. Ona görə yaza bilmirəm tam. Flozer Etanix'i öldürdü. Hə, Etanix Flozer'i öldürüb. Mən acaba bunun üstündə cəsim heç olan deyil. Ayda Flozer bir Etanix'ini öldürdü. Mən Etanix'e keçirəmək şey. Etanix ölən zat deyil. Kalan səsi eşidirsiniz, suyun səsi gəlir. Burada bu qara şey icazə vermir. İlk dəfə izləyici moda keçirəm. Həmişə savaşmış oluram. Etanix 7'de takım listesi. Etanix 7'de Flozer 0. Sizce hansı daha yaxşı oyuncudur?
İkisine kanalın linkini tapabilsem, yani koyabilsem YouTube'da paylaşırım. Dost olmağa çalışılır. İndi görək Frozes Allah'ı kelleden mi vuracak, yani vuracak mı, öldürecek mi, nəsə? Vuracak mı karakterini, yani karakterini öldürecek mi, ne? Yani vuracak mı yoksa dost mu kalacak? Dropshot atabilmedi. Dropshot'da yaxşı olan dostlar var. Yani Dropshot'da yaxşı olan dostunuz var. Ya da özünüz. O Tonix 10'du. Flozers neçədir baxım. 1. Mehmet Tonix'le oynayışımı gördünüz. Flozers M4'te yaxşı diye, M4'te yok. Baby. İndi ben buradan keçirəm ha. Şeyto karakteri var ha, Bravel'dakı. Bravel'da şeydi seçeniz belə hiss edirəm. Bəlkə elə hiss edən dostlarım var. Mənim dostlarımdan məncə var. Sizin dostlarınızdan ya da özünüzdən varsa da yazın. Bence. Bu videoyu bəlkə onların özləri də görə bilər. Tonix'in son halıdır. Ya sonuncu dəfə də udsa suyun altını cəndə onları görə bilirəm desən uddur. Tonix kazandı. Gel onları izleyeceğim. Havalı. Ha, yeni izleyeceğim. Bence bu sefer de Tonix kazanır. Yani orada Flozes'le Tonix dost oldu. Ha be hoppandı. Sonradan savaştılar. Yani ona kısa şekilde fake atacak mı yoksa gözlü savaşan təzədən mi savaşacaklar yoksa yani böyle de Tonix'e çekeceği izlem adamlar izlemek yerine. Size ben dostluğumda olan adamları gösterdim yani videoda. Hem de özümden oynadım, uduzdum. Yani ben yaxşı oynayır. Özünün səviyyəsi 50-ci səviyyədir. 51-52 mi? Bu adadır. Yani savaş değil daha, WoW değil. Adadır. Özləri hazırlayıblar. O da kartıyla. O cərhə WoW kartı. O ne yarayır? O da WoW'dan bir belə yer hazır seçmək mi? Belə bir yer seçməksə də deyəsən onunla da özünə göz atacaq deyəsən. Yoxsa baxırdı mı? Ben bir dənə VS'ye gəlmişdim. Yani yadımda değil kimdən gəlmişim. Belə mən dururdum. Bir adam bile arka arkaya girendim, gördü ki mən o həmin adamın
arkasındaydım. Yani adamın arkadan çeleğine vurmak istedim. Adam da hoppananda gördü ki ben oradayım. Mənə vurmuşdu. Yadımda deyil kimlə vs-di. Değiştirim ekranı. İkisi de hələ də birdir. Etan X2 oldu. YouTube'da belə gördüm. O vaxtlar mən bilmədim daha. Etan X Flozer'si öldürdü. Baxaq indi kimi udacaq yenə. Bir dəqiqə ekranı əlimdən gəldiyi qədər yuxarıya qaldıracağam ki, yəni belə görə bilmək. Kim udacaq? Məncə Etan X'in Flozer'sin canı gördüyünüz kimi birdir. Burada yumruqlamaq istəyirdi Etan X Flozer'si. Sizce belə durmaq mı yaxşıdır, yoxsa hansısa bir oyunçunun özündən mi görmək yaxşıdır? Mən də Etan X izləməkdəyəm. Hə, elə bildim. Bir dəqiqə Flozer'sin üstündə niyə adı yazmır, gəldi. Belə duranda adamların adları görsənmir. Yəni NS kodu zat yazılıb. Altmış abunədə gələn adam olmadı. Deyəsən dedim bu videoda. Yoksa bundan evvel de çekmeye çalıştık, onu da alınmamıştı, ondan mı demiştim. Neyse, gelmek isteyen isteği atsın. Ben canlı açabilmem çünkü canlı açabil... Telefonda da YouTube kanalım. Oh. Özür durdur eskop bandı. Etan X'in hem de telefonu donur. 30 FPS daha. Flozers ise 45 FPS'ti. Ben de bildiğiniz kimi 60 FPS'əm. 60 FPS olduğunu ben özüm tam bilmirəm. Yani bakmamışam da. Burada ekranda olan qara şeyi niye orada qara bir şey var diye soruşmayın. Onda bu savaşta oldu. Hani izleyici mod değil oldu. Lakin o da nasıl da. Ona basanda nasıl olur desem 11. Bakın böyle eləyəndə şey olur. Elə bil hansısa bir oyuncunun touch bilsiz adam ekranını çevirir. Etan X zayıf oynuyor. Niye ki bilemedim. Yəqin xal verir yoksa bilemedim de. Ya da MS'i çok diye Etan X'in. Ben özüm 36 MS oynuram. 40 MS qalxdı. Ben de en az 20 MS oynamışam. En çoxu da 150 MS'de oynamışam. Onda da internetlərimiz kəslərinə yaxın idi. Bundan əvvəl videoya çəkməyə çalışanda M4 necə burada durmuşam. Etan X gəldi, üstümə gəlirdi ki, məni vurdum. Yani yere düşen kimi vurdum. Sizce ben pusuram mı yoksa yok mu? Ya, izleyici modu cüləyə də takip edebilirəm bir şey. Etan X'e deyəsən VS'dəydi. Gördüğünüz üzere 3 dəfə dalbadal kəllə attım.
Yoxsa videoda değildim mi? Tavayla. Etanix'in özü yaxşı oynayır. Mən zəifəm amma yine o məndən güclüdür. Etanix 11 oldu. Flozers ise 3 oldu. Yine sudacaq. Etanix çox qabaqdadır amma Flozers yaxşı oynayırmış. Mən Flozersi VS-də udmuşdum əvvəllər. İndi xəbərim yoxdur. Güclənib bizə at. Telefon kasır. 30 FPS. 30 FPS. Etanix'i yüksəldə tava var. Yani tavası yüksəlilə də. Məndə yüksəldə heç nə yoxdur. Flozersi isə bircə dənə olmalıydı. Ya bir dənə olmalıydı da yüksəldə Məndə kar 98 şey vardı səni. Kar 98 idi deyəsən. Yadımdan çıxıb. O Flozers çox qabağa gəldi. Yəni Etanix ondan 2 qat qabaqdadır amma sizcə Flozers mi yaxşı oynayır yoxsa Etanix mi? İkisi də telefonda oynayır. O kəllədən vurdu. Oyuna sizə başında adam kəllədən vuranda o zat deyir. Amma 100 səviyyəyə zada çatanda adam kəllədən vuranda, yəni 100 səviyyə deməyək, bir 50 səviyyədən yuxarı, yəni 50 səviyyədən deyəndə sözümü deyə bilmədim, hə. 50 adam bir 70 səviyyəyə zada yaxın onda kəllədən vuranda o adama normal gəlir elə bil. Kimləri elədi? YouTube'da görəm mən, YouTube'da bəzi baxdığım YouTuberlar kəllədən vurur. Mən heç nə, yəni belə oluram da. Onlar kəllədən vuranda heç nə demirlər. Mən isə kəllədən vuranda elə bil sevinirəm, nəsə olur da. Mən də attı çünkü VS'ni uddular. Sağ olun dostlar, abone olun. Like atın da.